Qonşu bucaqlardan birinin 20%, digərinin 80%-nə bərabərdir. Böyük bucağı tapın. Qonşu bucaqların cəmi 180 dərəcə olduğu üçün birini A, birini B ilə işarət etsək və bu cəmi 180 dərəcəyə bərabərdirsə, birinci yəni bucağın 20%-ni götürsək, %20 vurulsun A bərabərdir. İkinci bucağın 80%-i %80 vurulsun B. Hər tərəfdən 100-ləri ixtisar etsək və 20 ilə 80-də 20-yə bölsək, burada 1, burada isə 4 düşər. Deməli, 1 dənə A bərabərdir 4 dənə B-yə və bizdən böyük bucaq tələb olunur. Əgər A-nın əvəzinə 4B yazsaq tənliyimizdə 4B üstə gəlsin 1 dənə B bərabərdir 180 olarsa, 5B bərabərdir 180 və buradan da B bərabərdir 36 dərəcə alarıq. Kiçik bucağımız 36 dərəcədirsə, 180-dən 36 dərəcəni çıxsaq, deməli 144 dərəcə böyük bucağı alarıq.